Salam değerli izləyicilər, hər birinizin hər vaxtınız xeyir olsun. Gəncə qoyun və keçi bazarı. Bir-birindən gözəl videolarımız gəlir. İnşallah layıqınız laf çox olsa, ürəyim açanca olsa videolarımı tez-tez çəkib, tez-tez də paylaşayım. Bir bir şey nəzərinizə çatdırım. Videomuzun arxasında Romanov qoyunlar var satışda. Birinci qarın, ikinci qarın, üçüncü qarın aşırı. Heyvanlar tərtərdədir, Romanovlar. İstəyən olsa paylaşayım, nömrəmi də yazacağım. İçində 3-mü 4-mü balalıdır Romanov qoyunlarının. Sana işte pazar olsun. Ulan təhti yoxsa ana baladılar. Ana baladılar. Bariz bu keçi çıxdı ha. Buna bak, ay mama. Buna bak. Öyle gidiyor. Uzak başı anasının yanına. Anasıdır bu. Kardeşim bu balalı keçilərin neçələndir? Balalı keçilər 230'dan başlayıb 270'e. 230'dan 270'e kimi. Ekiz balalı var bunların içində. Balalı var. 2 yaşda da 3'e 320'ye baxır. Bəs subay keçiləriniz neçələndir qiymətləri? Bu dənə 7 keçilərim var. 3 yaşda da 200'e 180'e 200'e. Keçi var 170'e. Bunların içində bir dənə eşək keçi var. O neçə deyirsiz bə? Ərəb keçisi. Qaçsın. Onunla verərəm 230. 230 manada. Şimdi yetkiler de var. Balalı olanlar da var. Bariz bir tane nömrə deyil mi bizə? 051 786 32 31. Xeyirli bazarınız olsun kardeşler. Dostum bazarınız olsun. Nətər çıxardın? Keçmiş bayramınız da mübarək olsun. Allah bütün izləyicilərin də bayramı mübarək eləsin. Çox sağ ol kardeşim. Hörmətli olun. Oruçluq bayramıdır büyük səhər deyilənə görə. Allah bütün oruç tutanların orucunu qəbul eləsin. Amin. Bütün əziyyət çəkənlərin Allah orucunu qəbul eləsin. Neçə ilə başlayır bu keçilər? Qardaşım bu dəqiq bilir. Amma oruç gəl. Bak arxan işini görsün. Hə, sən heyvanı çək, balalı keçilər. Balalı keçilər. Abi bu işinə yaramır. Qiymətdən başı çıxır. Niyə elə sağ bizim hörmətimiz var? Amma əsas qadın Bu Romanov qoyunu deyil mi qardaşım? Bəli, tamam. O neçədir? O 350'ye. 350'ye. Boğazlı yoxsa subaydır? Subaydır. Boğazdır Subay. da, yəni subay deyəndə boğaz. Boğazdır. Altında balası yoxdur. Bəli. Bak bu qoyunlar kimin zaten? Ay Şami, gəl o bizi heyvan ver. Gəl. Hadi ya. Bunu şahla. Ha. Kafanı ha? Ala 5 manat ver ona. Kavallan içeri. Hadi. Yok Şami. Kardeş qiymətlər neçəyləndir? Ha bir dakika Emre, bir dakika tanesi bir dakika.
Ayşəmdir, biz yer düzənməlli qiymətlərini bir aparsın. Yetiyedi. Dostum, qiymətlər neçə ilə də bazarın olsun? 240 manat. 240 manatdan. Balalılar da. Nömrə deyə bilərsən bizə? 050 559 73. Axır neçə oldu? 559, 73 ilimdir. 73 21. Xeyirli bazarın olsun qardaş. Deməli dəyərli izləyicilər, bu samux heyvanları. Gəncənin samuğu. Quzulu qoyunlar. Bunlar neçənci qarnadadır? İkinci, üçüncü qarnına. Bu qoyun neçədir? Bugün 600 lira. Ana bala 600 manat. Ha? Bu maşın aslan. Bunlar hamısı quzuludur yoxsa yeti olanlar da var? Boğazdılar. Tək qoyunlarımız neçədir boğazlar? 350 ilə. Boğaz qoyunlar 350 manatda. Böyle balav keçilər də var qoyunların içində. Qardaş deyir 1, 2, 3. Yəni 3-dən artıq balalayan yoxdur bunların içində. Sana kilo eşeği neçə deyirsən? 600 manata. Qaraqulaq sortudur. Onların da hamısı boğaz. Dişlerine bak. Bu neçənci qarın baladır? Birinci qarın. Birinci qarın. Çok su belədir, çok Ha bu keçiləri neçə deyirsən balalıları? 330 manat. İkiz balalı. Bak hele birinci qarnadır, ne bak. Çoğlu. Gözəl qardaş, sən bizə bir dənə nömrə de. 050 050 459 459 74 24. 74 24. Bəli, heyvan da Samux rayonunda. Heyvan da Samux rayonunda. Bu quzulu qoyunların balaca quzu ilə, yekə quzu ilə qiymətdə fərq olurmu? Bəli, bəli. Məsəl üçün bu quzu anasının neçədir? O bu 450 balaca. manat. 450 manat. Və bu qara quzu. O da elə elə. O da elə. Allah bazarınızı versin qardaşım. Özü də erkək quzudur. Bazarın olsun qardaşım. Deməli var, çox gözəl, super, damazlıq heyvanlar. Bunlar hamısı boğazdır qadına. Qiymətlər nədir? Qiymətlər 370. 370 manatda. Hamısı şişə. Hamısı şişəkdir. Bunun yeni bir. Nömrə de də qardaş bizə. Nömrə de də bizə. Nömrə 051 051 513 513 92 28. 92 28. Xeyirli bazarın olsun qardaşım. 1, 2, 3 balalamış.
bu.